Bilseniz ki sabah dünyanın sonudur. Bugün buradan çöpara gider. Belə bir sualı verdilər. Mən bilmirəm, mən beləyəm, amma bir ilahi övliyalardan birindən sordular ki, bilsən ki, sabah ömrün bitir, nə edərsən? Dedi, heç nə, elə indi nə edirəm, son edərəm. Yəni, müdrik insan hər an sonu gözünün önünə gətirəndir. Çünki biz o son haqda bizə məlumat verilməyib. O son nə vaxt olacaq? Bəlkə də sabah. Bəlkə də sabahdır, bəlkə bir saat sonradır. Yəni, heç bir insan son haqda məlumatlandırılmayıb. Ona görə də, yəni, bir elə hara gedəcəkdim sonra. Çünki mən o sonu hər an görürəm və hər an nə etməliyəm, sonsuz edirəm. Mənə lazım deyil bunu demək. Demirəm, mən beləyəm. Mən indi düşündüm, hesab edirəm ki, insan ona əziz olan insanların yanında olar. Son hər halda ayrılıqdır deyə, bu ayrılığa görə insan istəyir ki, zamanı qənimət bilsin, o sevdiyi insanlarla bir yerdə olsun, onların əhatəsində olsun. Mən də sevdiyim insanların yanına gedərdim.